Qoç bürcü 4 noyabr 2025-ci il. Əhəmiyyətli bir qələbə qazanmaq şansınız olacaq, lakin bunun üçün kifayət qədər səy göstərməli olacaqsınız. Rəqibləriniz təkcə güclü deyil, həm də olduqca hiləgər ola bilərlər. Buna görə də onlara qarşı durmaq asan olmayacaq. Amma bu sizi heç vaxt dayandırmayıb və indi də məqsədinizdən döndərməyəcək. Göstərəcəyiniz israrlılıq sizi rəqiblərinizdən xeyli irəli aparacaq. Bədxahların silahını əlindən alacaq. Bugün yeni tanışlıqlar üçün münasibdir. Həmçinin gələcəkdə müttəfiq kimi görmək istədiyiniz insanlarla ünsiyyət üçün də uyğundur. Lakin yadda saxlayın, düzgün təəssürat yaratmaq üçün təkcə sözlər kifayət etməyəcək, sizi hərəkətlərinizə görə qiymətləndirəcəklər. Buğa bürcü 4 noyabr 2025-ci il. Bugün yeni bir işə başlamaq və ya çətin bir məsələni həll etməyə girişmək üçün münasibdir. Lazımi nəticəyə nail olmaqla yanaşı, təcrübəli insanlardan məsləhət alsanız, çox şey öyrənəcəksiniz. Bugün əldə etdiyiniz məlumatlar sizə gələcəkdə dəfələrlə fayda verəcək. Ola bilsin ki, məhz bu sayədə köhnə rəqibləriniz üzərində üstünlük qazanacaqsınız. Ulduzlar xüsusilə elm və yüksək texnologiyalar sahəsində çalışan buğalara, eləcə də tədqiqat və təhsil fəaliyyəti ilə məşğul olanlara uğur vəd edir. Digər nümayəndələr də müvəffəqiyyət qazana biləcəklər. Sadəcə bir qədər daha çox yaradıcılıq göstərmələri lazım olacaq. Əkizlər bürcü 4 noyabr 2025-ci il. Bugün israrlığınız və öz gücünüzə inamınız sizə çox kömək edəcək. Məhz bu keyfiyyətlər sayəsində siz mübahisələrdən qalib çıxacaq. Sizə sığınmaq istənilən başqasının deyil, öz ideyanızı həyata keçirməyin yolunu tapacaqsınız. Səhər bir qədər gərgin keçə bilər, lakin gün ortaya doğru vəziyyət sakitləşəcək. Siz planlarınızı dəqiqləşdirəcəksiniz. Gün ünsiyyət və yeni tərəfdaşların axtarışı üçün münasibdir. Bugün başlanacaq münasibətlər zamanla romantik xarakter ala bilər, amma hadisələri tələsdirməmək daha yaxşıdır. Ümumiyyətlə, yeni tanış olduğunuz insanları diqqətlə müşahidə edin. Onlarla razılığa gəlməzdən əvvəl yaxşıca tanımağa çalışın. Xərçəng bürcü 4 noyabr 2025-ci il. Bugün peşəkar inkişaf üçün yeni imkanlar açılacaq, lakin onlardan yararlanmaq üçün özünüzü ən yaxşı tərəfdən göstərməlisiniz. Bacarıqlarınız və nailiyyətləriniz barədə açıq danışmaqdan çəkinməyin. Nə qədər çox insan sizin nəyə qadir olduğunuzu bilsə, bir o qədər yaxşı. Bugün ideyalarınızı bölüşməyə, planlarınızı həyata keçirməyə kömək edə biləcək insanlarla danışmaq üçün əlverişlidir. Yeni müttəfiqlər sizi dəstəkləyəcək və əməkdaşlıq həm sərfəli, həm də xoş olacaq. Liderlik keyfiyyətlərinizi göstərmək fürsətini qaçırmayın. Əgər insanlar sizin başqalarını yönləndirə və ruhlandıra bildiyinizi görsələr, bu sizə yalnız fayda gətirəcək. Şir bürcü 4 noyabr 2025-ci il. Bugün atdığınız hər bir addım xüsusi diqqət çəkəcək. Buna görə də səhv etməməyə çalışın. Kiçik bir yanlışlıq belə nüfuzunuza zərər verə bilər və onu bərpa etməyə asan olmayacaq. Amma tələsmədən, ehtiyatla hərəkət etsəniz özünüzü ən yaxşı tərəfdən göstərəcək. Yeni müttəfiqlər tapacaq, peşəkar mövqeyinizi möhkəmləndirəcəksiniz. Ətrafınızdakilərlə münasibətlərdə səmimilik və anlayış çox vacib olacaq. Əvvəllər sizi lovğa, soyuq hesab edənlər bugün fikirlərini dəyişə, sizin də ünsiyyətə can ata bilərlər. Elə bu insanlar sonradan sizin etibarlı dostlarınıza çevrilə bilərlər. Qız bürcü 4 noyabr 2025-ci il. Bugün qarşınıza çıxan heç bir fürsəti qaçırmayacaqsınız. Əvvəllər demək olar ki, mümkünsüz görünən məsləhətləri gözlənilməzdən tez həll edə biləcəksiniz. Nailiyyətləriniz diqqətdən kənarda qalmayacaq. Həm rəhbərlik, həm də həmkarlar sizi yüksək qiymətləndirəcəklər. Yeni maraqlı təkliflər ala bilərsiniz. Bu da özünüzü fərqli rolda sınamağa imkan verəcək. Bugün ünsiyyət üçün uğurludur. Əvvəllər mübahisə doğuran məsələləri sakitcə müzakirə edib yol tapmaq mümkün olacaq. Maliyyə baxımından da vəziyyət sabit qalacaq. Ağıllı planlama sizə lazımsız xərclərdən qaçmağa və ehtiyat fond yaratmağa imkan verəcək. Tərəzi bürcü 4 noyabr 2025-ci il. Əgər həyatınızda dəyişiklik etmək istəyirdinizsə, bugün artıq plan qurmağa başlaya bilərsiniz. Uzun müddətli məqsədlərinizi aydın şəkildə müəyyənləşdirəcək və onlara çatmaq üçün konkret addımlar atacaqsınız. Xırda işləri və gündəlik qayğıları sizə kömək etməyə hazır olan insanlara həvalə edin. Bu vacib məsələlərə fokuslamağa imkan verəcək. Maliyyə məsələlərinə diqqət yetirin. Bugün gəlirli bir sərmayə və ya uğurlu alış imkanı yarana bilər. Əgər məsuliyyətli yanaşsanız, boşuna xərclərdən qaça biləcəksiniz. Əqrəb bürcü 4 noyabr
2025-ci il sizə çətin bir layihədə iştirak etməyi və ya məsul vəzifə tutmağı təklif edə bilərlər. Hər şey dərhal alınmasa da güclü tərəflərinizi göstərəcək. Bunun sayəsində yaxın vaxtlarda karyeranızda irəliləyəcəksiniz. Maliyyə məsələlərinə xüsusi diqqət edin. Böyük xərclər və ya investisiyalarla bağlı qərar verməzdən əvvəl hər şeyi yaxşı düşünün. Əgər təklif şübhəli şəxslərdən gəlirsə, tələsməyin. Bu sizi itkilərdən qoruyacaq. Ox atan bürcü 4 noyabr 2025-ci il. Bugün sevinç üçün çoxlu səbəb olacaq. İşdə həm peşəkar bacarıqlarınızı göstərəcək, həm də faydalı tanışlıqlar quracaqsınız. Əgər adətən əlçatmaz görünən biri ilə ünsiyyət qurmaq lazım gəlsə, təbii cazibəniz və diqqətlə dinləmə bacarığınız sizə kömək edəcək. Rəhbərlik ilə ideyalarınızı müzakirə etməkdən çəkinməyin. Sizi dinləyəcək, təkliflərinizi yüksək qiymətləndirəcəklər. Maliyyə baxımından da uğurlu gündür. Planlaşdırdığınız alışları həyata keçirə bilərsiniz. Seçimdə yanılmayacaq və artıq pul xərcləməyəcəksiniz. Oğlaq bürcü 4 noyabr 2025-ci il. Bugün iş məsələlərində maksimum diplomatiya nümayiş etdirmək vacibdir. Əgər sizə kiminsə münasibəti ədalətsiz görünərsə, açıq qarşı durmadan qaçmağa çalışın. Qızğın mövzuları təxirə salmaq, müstəqil şəkildə həll edə biləcəyiniz işlərə fokuslanmaq daha faydalıdır. Bu yanaşma həm münasibətləri düzəldəcək, həm də sizə hörmət qazandıracaq. Maliyyə baxımından gün uğurlu olacaq. Ev üçün lazım olan şeyləri sərfəli qiymətə ala və ya yaxınlarınıza hədiyyə verə bilərsiniz. Bu həm sizi, həm də sevdiklərinizi sevindirəcək. Dolça bürcü 4 noyabr 2025-ci il. Bugün diqqətiniz və müşahidə qabiliyyətiniz hər zamankindən vacib olacaq. İşdə önəmsiz görünən, amma əslində perspektiv açan tapşırıqlar ortaya çıxa bilər. Onların öhdəsindən yaxşı gəlsəniz, tezliklə yeni imkanlar yaranacaq. Qeyri-adi təkliflər alma ehtimalı böyükdür. Amma qərar verməyə tələsməyin. Hər şeyi düşünün. Etibar etdiyiniz insanlarla məsləhətləşin. Bu səhvlərdən qorumağa, doğru seçim etməyə kömək edəcək. Balıqlar bürcü 4 noyabr 2025-ci il. Özünüzə inamınız sayəsində bugün uğur qazanacaqsınız. Danışıqlarda təşəbbüs göstərmək və qeyri-adi təkliflər irəli sürməkdən çəkinməyin. Bu, sizi digərlərindən fərqləndirəcək. Cazibəniz və dinləmə bacarığınız sizə hətta spektik insanlarda da ortaq dil tapmağa imkan verəcək. Əks cinsin nümayəndələri xüsusilə anlayışlı və dəstəkçi olacaqlar. İşgüzar intuisiyanız sizi aldatmayacaq. Bağlayacağınız razılaşmalar gəlir gətirəcək və nüfuzunuzu artıracaq. Əgər ev üçün böyük bir əşya almaq imkanı yaranarsa, məsələn mebel və ya texnika, tərəddüd etməyin. Seçiminiz uğurlu olacaq.